İstedadsız insan yoxdur. Bu bizim qəti nəzəriyyəmizdir. Çünki Allah Taala hər kəsin içərisinə elə bir qabiliyyət qoyub ki, onun üzərə çıxması üçün bir nömrəli məsələ, o azad düşünə bilməlidir. Müəllim onu onun içərisindən çıxartmaq üçün çaba göstərməlidir. Bax, bu dediyimiz prinsiplər bu məktəbin yaranışının əsasında durur. Ümumiyyətlə, təhsilin əsasında təhsil mühiti durur. Əgər mühit təhsil mühitinə yararlı şəkildə döysə, orada görülən işlər eynən hansısa bir bitkini əkərkən mühit ona uyğun gəlmədiyi zaman necə o aradan tez çıxır, qurur, gedir, eynən bizim təhsilimiz də ona bənzəyərlər. Əgər bizdə müəllim-tələbə arasında yaxınlıq dostluğa çevrilmirsə, dostluq ciddi bir əməkdaşlığa çevrilə bilmirsə, deməli o tədrisdə müəllim-tələbə münasibəti düzgün qurulmamışdır. Süni intellektin bizim yerimizi tutmaq istədiyi şəraitdə. Bilirsiniz, ən vacib olan şeylərdən biri budur. Süni intellektlə biz artıq yarışa çıxmışıq. Bütün nailiyyətləri, texniki imkanları mənimsəməliyik, amma insan olaraq ruhumuzu qoruyub, yaradıcılıq yönündə bizim ideyaları birinci yerə qoymalıyıq. Mən həmişə misal göstərdim uşaqlara ki, göyərçin saxlayan adamlar göyərçinin uçurdanmasına baxmaq var, necə uçurdular. İnanın ki, onlar səhər tezdən durur, bir sən nə qədər onlarla oynayır ki, göyərçinlərin uçduğunu görür. Mənim istəyim sizin uçduğunuzu görməkdir, əsas odur. Yoxsa mənlə nədən danışırsınız? Mən sizi uçurtmaq istəyirəm, ayrı bir şey var.